Artıq bəhanəniz yoxdur, hörmətli telesəhər tamaşaçıları. Çünki səhər yuxudan duran kimi görürük ki, hava da gözəldir və biz tez-tez hər kəsə buradan səslənirik ki, açıq havada idman etmək daha faydalıdır, daha gözəldir. Və həm oksigen alırıq. Həm də ki, parklarımız buna imkan verir. Bəli, və parklarda bir çox idman alətləri də var ki, yollanıb səhər saatlarında təmiz hava alaraq idman edə bilərik. Elə bu mövzuda bizə Nigar da köməkçi olacaq. Elə hazırda canlı bağlantımız var. Nigar, sabahın xeyir olsun. Eşidirik səni. Buyur. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, bildiyiniz kimi paytaxtımızın bir neçə istiqamətində artıq bir neçə ildir ki, belə açıq havada fitness qurğuları quraşdırılıb və düzgün istifadə qaydası necə olmalıdır? Ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan powerlifting üzrə 3 qat Azərbaycan çempionu Ziya Məmmədov çatdıracaq. Ziya bəy, salam, sabahınız xeyir. Salam, sabahınız xeyir. Gördüyünüz bu hərəkət vertikal dartma hərəkətidir. Burada daha çox işləyən kürək əzələsidir. Bir də qolun ön əzələsidir. Yəni bildiyimiz biceps əzələsidir. Bu gördüyümüz hərəkət trenajör hərəkətlərindən fərqi odur ki, trenajörda daha çox siz oturub çalışırsınız. Burada isə ayaq üstüdür. Neçə yanaşma olmalıdır, neçədir? Normalda 4 yanaşma, sayıları da 15, 12, 18 olsa daha yaxşı olur. Bəs çəki necə düzgün seçilməli? Bütün alətlərdə olduğu kimi individual yanaşmaq lazımdır çəkilərə. Yəni proporsional olmalıdır insan bədəninə uyğun. Təşəkkür edirəm Ziya bəy. Belə hələ ki çatdırmaq istədiklərimiz bu qədər. Onu da qeyd edim ki, mütəmadi olaraq səhər idmanı üçün belə açıq havadakı fitness qurğularla bağlı ətraflı məlumatı ötürməyə çalışacaq. İndi isə söz yenidən sizdədir. Nigar, təşəkkürümüzü bildiririk. Bəli, günə enerjili başlamaq üçün elə səhər saatında idmana zaman ayırmaq olduqca vacibdir.